Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. İndiki Rəsulzadə küçəsində, Köhnə Kirov prospektində 5 sotun içində belə şəxsi tikili bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyik ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətin videonun son dəqiqələrində sizə təqdim eləyəcəm. Amma əslində hörmətli izləyicilər, evin qiymətini tam dəqiqləşdirməmişik. Bunu başdakı nömrə ilə əlaqə saxlayın ya da başlıqda yazacaq sizin nömrəsən. Gördüyünüz ki, bu evin xarici görünüşüdür. Ev demək, gördüyünüz kimi 5 sot içində olduğu üçün həm də həyətdə əlavə demək, bar verən meyvə ağaclarıdır, tut ağacıdır, nar ağacıdır, belə bar verən meyvə ağaclarıdır. Həm də bir evin rahat yeri var burada, harca 2 sotdan çox yeri var burada. Hörmətli izləyicilər, yəni nəzərinizə çatdırım. Tam oradan da bir dənə darvaza qoyub, oradan bir evdə açmaq olar. Hal-hazırda gördüyünüz kimi evin həyətgəni sahəsi geniş, evin xarici görünüşü gördüyünüz kimi həyətin üstünü belə ev sahibi bağlayıb. Ev 3 otaqlıdır. Demək, keçən indi evin içi ilə tanış olaq. Bura qalxan kimi veranda hissəsidir. Giriş darvazasıdır. Oradan bir ev tikilsə, orada da bir əlavə darvaza qoymaq mümkündür. Yoldan da Kirov prospektin düz mərkəzində, yəni indiki Rəsulzadə, yoldan da 150 metr məsafə, 100 metr, 150 metr də yoxdur, 100 metr məsafədə. Düz mərkəzində, prospektin özündə, gözəl yerdə, villalar olan ərazidə yerləşir. Keçən indi evin için proyekti ilə tanış olaq, hörmətli izləyicilər. Demək, girən kimi bura dəhliz hissəsidir. Dəhlizi gördüyünüz kimi 2 metrəyə yaxındır. Bura qonaq otağıdır, hörmətli izləyicilər. Sadəcə bağlı olduğu üçün çəkə bilmədik. Əlavə otaqlara amma sizin nəzərinizə çatdıracağım. Buradan keçirik. Burada bir yataq otağıdır. Sadəcə ev sahibi burada iş otağı yaradıb, burada işlərini görür. Otağın içində balaca bir dənə də burada belə kladovka kimi bir yer var. Qaranlıq olduğu üçün tam görsənmir. Demək, keçirik buradan. Bura qonaq otağıdır. Yəni nəzərinizə çatdırım, sadəcə bağlıdır. Bura demək 3 otaq var. Bir də burada mansard tipli ev sahibi burada yaradır. Bura mətbəx hissəsidir. Burada pləkanla bax belə düşürsünüz, mətbəx hissəsidir. Bu hissədə ev sahibi burada belə bir mansard tipli bir otaq yaradır. Bu 4-cü otaq kimi, istirahət otaq kimi belə bir şərait yaradıb, gördüyünüz kimi. Hələ qiyməti demirik, çünki qiymət bəlli deyil. Həmişə evin sonunda deyirik qiyməti bəlli olanda, amma sadəcə ev sahibilə tam qərara gəlməmişik deyə. Burada hamamdır. Hamamın özü bir böyük bir otaqdır. Demək olar, gördüyünüz kimi bir 14-15 kvadratlıq bir hamamdır. Duş kabinası, cakuzisi da hamısı qaydasında. Amma yeri həqiqətən çox gözəldir. Yoldan 100 metr məsafədə. Kirov prospektinin, yəni keçmiş, indiki Rəsulzadə küçəsinin mərkəzindədir. Burada da təxminən haradasa 20 kvadratlıq, 4-ün 5-ə bir otaqdır. Əhvaltılar hamısı gördüyünüz kimi parketdir. Belə hörmətli izləyicilər. Gördüyünüz kimi ev haqqında sizə məlumatlarını çatdırdım. Bir dənə qonaq otağını çəkənmədik. Əşyalar ev sahibi yığıb, hal-hazırda kirayə qaldığı üçün əşyaların çoxunu bu otağa yığıb deyə bağlayıb. Ev gördüyünüz kimi bütün təqdimatlar nə varsa hamısını çəkdim, göstərdim zaldan başqa. Kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsi ilə əlaqə saxlasın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube-da Seçalayım Like kanalına, əlavə də TikTok, Instagramda Seçalayım Like səhifəsində də evlərimizi izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılır. Kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiymətini də yenə qeyd edirəm. Tam dəqiqləşdirməmişik. Ev sahibi ilə danışıb ya başlıqda yazacaq ya da zəng vuran zaman başdakı nömrəyə əlaqə saxlayın, evlərin satılmağında üzr istəyirəm, qiyməti deyəcəyik.
başlıca nömrələrlə saxlayın, ya da başlığa yazacaq qiymətə. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.